Salam, xoş gördük, hörmətli Excellent izləyiciləri. Yeni video ilə qarşınızdayıq və biz yenədən tarix və zamanla əlaqədar funksiyaları davam elətdirəcəyik sizinlə. Bu dəfə danışacağımız iki funksiya var, date and time funksiyaları. Amma bura keçməmişdən öncə mən belə bir məlumatı nəzərinizə çatdırmaq istəyirdim. Exceldə tarixlər və vaxt anlayışı haqqında bir-iki məlumat deyim. Adətən deməli date bildirmək üçün, tarixi bildirmək üçün Exceldə istifadə olunan əsas simvollar durğu işarələri deyək, belə bir slash işarəsi olur və yaxud tire işarəsindən istifadə edə bilərik. Nəyi nəzərdə tuturam? Məsələn, 5 və slash 8 qoyub Enter düyməsini bassaq, avtomatik Excel onu 8 may kimi başa düşəcək və yaxud 12 slash yenə də belə bir şey qoyaq, deyək ki 30 qoysaq, Enter basan kimi onu 30 dekabra dəyişir. Amma bir şeydə diqqətli olun. Baxın, kompüterin ta aşağı hissəsində, sağ hissədə sizdə kompüterinizin əməliyyat sisteminə uyğun olaraq olan tarix formatı verilib. Məsələn, hal-hazırda məndə belə bir formadır. 8/21/2026. Bu nə deməkdir? İlk növbədə ay gəlir, daha sonra gün, daha sonra il gəlir. Və belə bir halda əgər siz deyək ki 31/12 kimi daxil eləsəz xanaya, enter düyməsini bassanız, baxın heç bir dəyişiklik baş vermədi və biz bunu home düyməsindən baxsaq, menyusundan yuxarıda sadəcə onu general kimi görürük. Yəni heç bir format tarix formatına keçməyib. Amma digərinə baxanda baxın burada custom, yəni hansısa bir digər formata keçib. O səbəbdən bu formada siz kompüterinizdə uyğunlaşdırmalısınız tarixləri. Zaman anlayışlarını bildirmək üçün Exceldə iki nöqtədən istifadə olunur. Deyək ki, 4, 2 nöqtə 10 yazsam, enter düyməsini bassam, Excel bunu artıq saat kimi bilir. 5-ə işləmiş. Baxın, custom, yəni time kimi başa düşür. Hətta mən bunu çevirib time formatına gətirsəm də, bunu bu şəkildə görə bilərik. Və yaxud belə yaza bilərik. 16:45 enter avtomatik saat kimi başa düşəcək bunu. Baxın, burada onun formatını bu formada verir. Bunlar ilkin anlayışlarıydı. Tarix və zaman haqqındakı əllə siz yaza bilərsiniz. Tirədən istifadə edə bilərik. Məsələn, 3-15 yazsaq, enter eləsək, bunu 15 mart kimi Excel başa düşür. Amma cari ilin 15 martı kimi. Yəni siz ili də eləməsəz, sadəcə olaraq belə deyim də 8-20 yazsaz, onu cari ilin tarixi kimi başa düşür. 20 avqust 2026-cı ilə çevirir. Gəlin indi baxaq görək date, time formulları nədir, hansı işə yarayır və s. Bundan öncəki videoda biz nə keçmişdik? Deməli, təsəvvür edək ki, bizə bir sütunda tarixlərimiz verilib. Həmin tarixlərdən bizə lazım idi ki, gün, ay və ili çıxaraq. Gəlin formatı belə bu formada tətbiq edeyim. Hansı formulları bilirdik? Day formulasını və xananı seçəcəkdik. Ondan sonra bərabərdir mans yazıb ayı seçəcəkdik. Yanvar ayı, birinci ay və müvafiq olaraq year yazıb ili seçəcəkdik. Və bunu da üçünü bir yerdə götürüb, baxın burada qara plus işarəsi ilə 2 dəfə bassaz, avtomatik aşağıya sürüşəcəkdir. Bu halda ki, bizdə bir sütunda tam tarixlər verilib, o tarixləri biz 3 komponentə bölmək istəyirik. İndi əks proses eləmək istəyirəm. Təsəvvür edək ki, bizə sütun olaraq gün verilib, ay verilib, il verilib və yaxud da istənilən rəqəmlər verilib. Və biz bu rəqəmlərdən bir tarix düzəltmək istəyirik. Baxın, bu halda artıq bizim köməyimizə date formulası gəlir. Date formulasının arqumentləri necə işləyir? Date yazırıq və tərcənə açanda içində year, month və day adında 3 dənə arqument var. İl, ay və gün. Year üçün biz, məsələn, bu xananı seçə bilərik. Vergül qoyub month kimi rəqəm götürə bilərik, ayı və day kimi, məsələn, bunu götürə bilərik. Mötərizəni bağlasaq, özü avtomatik buradan 3 dənə verilmiş ayrı rəqəmlərdən bizim üçün tarixi düzəldir və aşağıya sürüşdürə bilərsiniz. Bu qədər sadə. Date.
Eyni məntiqi davam elətdirsək və desək ki, burada deymans yox, deyək ki, burada dəqiqə var, yəni minut var, burada da saat var. Yəni D ilə mansın əvəzinə minut və hour var. Bunlar. Oradan da çox asanlıqla siz zaman qura bilərsiniz. Buna müvafiq olan formulanın adı time'dır. Deməli, verilmiş rəqəmlərdən biz zamanı necə ala bilərik? Bərabərdir time yazırıq. Orada da 3 arqument var. Zamanın komponentləri hansıdır? Saat, minut, dəqiqə, second, saniyə. Hour-ı götürürəm, deyək ki, buradan vergül qoyuram. Minut üçün götürürəm bunu. Vergül. Second-ı əgər sizdə hansısa bir rəqəmlər toplusu varsa, istinad eləyə bilərsiniz və yaxud özünüz istənilən bir rəqəm qoya bilərsiniz. Mən indiki halda saniyəni sıfıra bərabər eləyirəm, sıfır qoyuram. Enter. Və baxın, 15 və 1 rəqəmindən 1.15 zamanını yaratdım. Və aşağıya gəlin sürüşdürək. Bu formada bizdə belə bir rəqəmlər toplusu əmələ gəldi. Və nəyi deməli nəzərinizdə olsun? Burada fikir verin, hamısının qabağında AM, hamısından sonra AM sözü var. AM yəni səhər saatlarıdır. Nə üçün? Çünki bizdəki burada rəqəmlər 12-yə qədərdir. Deyək ki, mən burada 3-ü 23 olaraq dəyişsəm, burada artıq o PM-ə çevriləcək. Yəni gecə 12-nin yarısı, 12-yə 28 dəqiqə işləmiş. Yəni məntiqini belə hətta düzgün formada verir. Gəlin indi baxaq yenidən başqa bir nümunələr üzərindən gedək. Excel'in çox maraqlı bir ağıllı belə deyək də funksionallığı var. Mən bunu burada nəyi nəzərdə tuturam? Tutaq ki, date formulasında il yerində, okey, əllə bu dəfə yazacağım. 2026 yazmışıq. Mansa çatanda biz 13 yazırıq və day olaraq 1 götürürük. Burada nəticə necə olacaq? Biz bilirik ki, aylar 12 dənədir, 13-cü ay yoxdur. Ona görə görək cavabını necə verir Excel. Avtomatik necə baş verir görürsünüz. Baxmayaraq ki, biz formulamızın içində 2026-cı il, hansısa 13-cü ay və bir ayın birini götürmüşüksə, Excel artıq özü bunu ağıllı formada 2026-nı 27-yə çevirir. Və düşünür ki, 13 deyil, 12-ci ay bitibsə və növbəti bir əlavə gün gəlibsə üstünə, deməli bu yanvarın 1-i 2027 eləyəcək. Bunu bu formada, hətta biz bunu 2 yox, deyək ki, 10 eləsəydik, enter eləsəydik, Excel bunu yanvarın 10-u kimi başa düşəcəkdi. Yəni o növbəti ay, il 2027-ci il yanvarı və yanvarın 10-u bu formada ağıllı şəkildə də işləyir. Belə. Daha bir nümunəyə baxacağıq yenidən. Bəzi hallarda olur ki, tutaq ki, biz date formulasından, baxın, buradan verilən sütunlardan saatı, ayı və günü yığdıq və tarix düzəltdik. Bəs necə eləyə bilərəm ki, bizdə deməli, deyək ki, bir sütunda tarixlərimiz var, amma buradan bir il sonraki tarixi formalaşdırmaq istəyirəm. Hətta 1 il, 6 ay, 10 gündən sonra bilmək istəyirəm ki, ayın neçəsinə düşəcək. Burada gəlin şərtimizi yazaq. 1 il, 6 ay və 10 gün. Bu bizim əsas şərtimizdir. Və mən bu şərti ödəyəm. Bilmək istəyirəm ki, deyək ki, 2024-cü il əgər yanvarın 15-idirsə, ondan 1 il, 6 ay, 10 gün sonra ayın neçəsi edəcək. Bunu date formuası ilə deyirik. Date yazırıq. Burada deməli nə edirik? Bizə il lazımdır indiki halda. İl üçün biz əlbəttə götürəcəyik, deməli, birbaşa bu xanaya istinad edə bilmərik. Çünki bu xananın cavabı birbaşa tarixi bildirir. Bizə lazımdır ki, bu xananın özündəki ili götürüm. Biz nə edə bilərik? Artıq bildiyimiz year formulasını götürürük. İl. Və bu dəfə artıq xanaya istinad edirik. Yəni, A4 xanasının içindəki tarixi, ilini seçir. Baxın, seçən kimi avtomatik cavabı çıxır 2024. Və bizə nə lazım idi? 1 il sonra. Ona görə 1 il sonra üstəgələni göstərəcək bunu, plus 1.
Bizim ilimiz bildik. 2024 ise üstüne bir gələcək alınacaq 2025. Vergül qoyuruq. Bu dəfə gedib mans, deməli ayı müəyyənləşdiririk. Ayı necə çıxara bilərik? Eyni məntiqlə mans formulasını götürürük. Yenidən köhnə tarixi seçirik və bu dəfə onun üstünə 6 ay gəlirik. Şərtdə 6 ay göstərilir. Yenə eyni məntiq ardıcıllığı davam edirik. Vergül qoyuruq. Bu dəfə day üçün götürürük day formulasını, xananı seçirik və üzərinə şərtdəki kimi 10 gün gəlirik. Hazırladıqdırsa, mötərizə bağlayıb date formulasından çıxa bilərik. Enter. Yeni bir tarix görürsünüz burada. 2025-ci il iyulun 25-i. Eynən hesablama aparsaz, bu tarixdən 1 il 6 ay 10 gün sonra, baxın bu aldığımız tarix eləyir. Yazdıqsa bunu formulanı aşağı sürüşdürə bilərsiniz. Və görəcəyik ki, artıq bu zaman hər bir köhnə tarixin üzərinə, baxın bu qədər gələndən sonra yeni tarixlər alınıb. Biz burada formulanı yazanda 1 il, 6 ay, 10 gün şərtini birbaşa deməli formulanın içində yazdıq. Bunu hətta dəyişən edə bilərik. Dəyişən deyəndə nəyi nəzərdə tuturam? Deyək ki, xanaya yaza bilərik ki, 1 olsun burada, burada 6 olsun, burada 10 olsun. Və birbaşa gedib xananın içindəcə 1-in əvəzinə xananı seçə bilərəm, M2 xanasını, 6-nın əvəzinə N2 xanasını seçə bilərəm, 10-un əvəzinə isə U2 xanasını seçə bilərəm. Bu nə üçün yaxşıdır? Əgər sizdə hansısa şərtlərdən biri dəyişəcəksə, deyək ki, 1 il olmasın, 2 ildən sonra görmək istəyirəm tarix necə dəyişir, cavabları avtomatik görə bilərsiniz. Bəli, biz burada bir şey unutmuşduq. M2 xanasını, N2 xanasını və U2 xanasını mütləq şəkildə sabitləmək lazımdır. Sabitləmək üçün yəqin bilirsiniz shortcut'ı F4 düyməsidir və yaxud Fn F4 düyməsini birlikdə basmağınız kifayətdir. Qeyd elədik və ondan sonra formulanı aşağı sürüşdürə bilərik. Belə, date və time funksiyaları haqqında çatdırmaq istədiklərim bu qədər. Ümid edirəm faydalı olacaq. Date formulası ümumiyyətlə çox hallarda istifadə olunur. Universal bir funksiyadır. Onu müxtəlif hesabatlarınızda, hesablamalarınızda istifadə edə bilərsiniz. Belə, bizi izləmədə qalın. Sağ olun.